Əhl-i Beytin aleyhimussalam məhəbbəti istər Quran-ı Kərimdə, istər hədislərdə olsun, həm Şiə mənbələrində, həm Əhl-i Sünnə mənbələrində, hətta Vəhabilərin mötəbər bildikləri kitablarda və hədislərdə açıq-aşkar qeyd olunub və bütün ümmətə qeydsiz, şərtsiz Əhl-i Beyti aleyhimussalam sevmək əmr edilib. İstər Quran-ı Kərimdəki ayə olsun ki, İslam Peyğəmbərinin sallallahu aleyhi və aleyhi və səlləm dilindən buyurulur ki, mən sizdən risalətimin müqabilində Əhl-i Beytə məhəbbətimdən başqa heç nə istəmirəm. O məzmunda bir ayə var. Halbuki digər Peyğəmbərlərin dilindən də həmin cümlə işlədilib və lakin digər Peyğəmbərlərin dilindən Əhl-i Beytimə məhəbbət sözü gəlməyib. Sadəcə gəlib ki, mən bu risalətimin müqabilində sizdən heç bir muzd, heç bir qarşılıq istəmirəm. Amma İslam Peyğəmbərinin sallallahu aleyhi və aleyhi və səlləm mübarək dilindən, yəni Quran-ı Kərimdə Peyğəmbərin dilindən buyurulur ki, Lə əsəlukum aleyhi əcrən illəl məvəddətə fil qurba. Öz yaxınlarıma məhəbbətdən başqa risalətimin müqabilində, təbliğatımın müqabilində sizdən heç bir şey istəmirəm. Və biz hədislərə də müraciət eləyəndə görürük ki, Əhl-i Beytin aleyhimussalam məhəbbəti bizə vacib edilib. Nəinki şiə mənbələri ki, şiə mənbələri öz yerində, Vəhabilərin hətta etibar etdikləri, səhih hesab etdikləri rivayətlər mövcuddur. Məsələn, bu rivayətlərin biri Əs-Silsilətü Sahihə kitabında gəlib, Əbu Hüreyrədən nəql olunur. Əlbani bu kitabın müəllifidir, Vəhabi şeyxi. 2895 rəqəmli rivayətdir. Hədisin haqqında deyir ki, sahihun. Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm buyurur ki, mən əhəbbəhumə fəqad əhəbbəni və mən abğadahumə fəqad abğadani, yəni Həsənə vəl-Hüseyn aleyhissalam. Hər kim o ikisini sevsə, məni sevib, hər kim o ikisinə buğz etsə, düşmənçilik etsə, nifrət bəsləsə, mənə düşmənçilik edib, mənə nifrət edib. Yəni, İmam Həsən və İmam Hüseyn aleyhissalam nəzərdə tutulur. Şiə mənbələri də ki, öz yerində.